Əzizlərim, hər vaxtınız xeyir olsun. Bugün sizinlə, belə deyəsər, Bali saatı ilə qarşıda may ayı Boğa bürcü doğulumu olacaq insanların nə gözləyəcək? Bugün sizinlə üzürlü bilim, qara eynəkdə gəlmişəm. Çünki, necə deyərlər, özümü cool style hiss edirəm ona görə. İlk öncə olaraq, Boğa bürcü olan insanlarla danışıq tərzi deyir bu şəkildə olmalıdır ki, Boğa bürcü olan insanlarda, belə deyək də, imperator gücü çoxdur, 4-cü arkan, aprel ayı, belə deyək. Və bu bürcün ünsürləri daha çox maddə, təbiət, var dövlət, belə deyək ki, çox image, məşhur olmaq, hər dəfə pul qazanmaq, yəni imperator kimi özlərini göstərməyi sevən bürclərdirlər. Arxa fonda deyirlər, yaradıcı məkanımızda insanlar gəlir, gedir, fikir verir. Bizim deyir fikrimiz buradadır. Və Boğa bürcü olan insanları, əzizlərim, ilk öncə olaraq astrologiya məqamında və tarot məqamında və numerologiya məqamında izahatı var. Yəni, təbii ki, biz indiki müasir dövrdə müəyyən Avropa üsulundakı olacaq astrolojiya vaxtla gedirik ki, məsəl üçün, müəyyən avqust ayından, avqust ayının son verədəkdə başlanğıcından, haradasa sentyabr ayının ortalarına qədər, yəni orta, half, biz görürük ki, burada qız bürcüdür. Ondan sonra görürük ki, məsəl üçün, tərəzi bürcüdür, əqrəbdir, oxatandır, oğlaqdır, necə deyərlər. Yəni, sözümüz canım nədən ibarətdir, əzlərim? Siz həm doğulduğunuz tarixə görə öz bürcünüzü təyin edə bilirsiniz və həmçinin də şərq astrologiyasında Vedik astrologiya var ki, çox qədim tarixi, necə deyərlər, 5 milyard, necə deyərlər, əsaslanır ki, orada sizin günəşiniz hansı ascendentdədir. Yəni, siz doğularkən günəş hansı bürcdə idi. Buna əsasən də, məsəl üçün, siz müəyyən bürcünüzü təyin edə bilərsiniz. Amma istəyirəm sizə müəyyən bir informasiya verim ki, biz, məsəl üçün, Vedik astrologiyada insan bürcünü tam şəkildə təyin edə bilmərik. Yəni, burada astrologiyada qrahalar, evlər anlayışı var ki, məsəl üçün, insan şəxsiyyətini, xarakterini, özəlliyini, taleyini, baş belə deyək səbəbləri bilincə izah edir. Və buradakı, belə deyək də, planet və həmin planetin hansı bürcünsü varsa, məsəl üçün, bu insanda ona xas proseslər olacaq. Özündə, həyatında və həmçinin də günəşi hansı planetdədirsə və yəni günəş doğarkən üfüqləri, şəfəqləri hansı bürcdən keçərmişsə, ona əsasən də biz insanın ümumiyyətlə bütün həyat yolunun maddi strukturlarını təyin etmiş olacağıq. Və burada da artıq bürc və Vedik astrologiyada insana biz bir bürcdəsən, bu bürcə sahibsən, bu bürcsən deyə bilmirik. Ona görə siz orada məhz individual astrolog yanına gedirsiniz ki, astrolog sizin artıq doğum tarixinizə və saatınıza əsasən sizin xəritənizi oxumağa başlayır. Yəni, bütün planetar, kosmik, elmi, kainatın ən spesifik sirli dilində sizlə sadə dillə, səmimi dillə, xoş dillə danışaraq sizə özünüzə izah edir, sizə gələcəkdən, keçmişdən, hər şeydən məlumat verir. Yəni, astrologun yanına əgər düşdüysə və bu imkana sahibsə, xoşbəxt uğurlu insansınız. Sadəcə insanlar astrologla söhbət eləməyi başarmırlar. Yəni, müəyyən üzlərinə bağlı sual anlayışında. Və təəssüflər olsun ki, indiki dövrdə biraz astrologlar da insanlara düzgün izahatlar etmirlər. Nəysə, əzizlərim, mən istəyirəm ki, biz başlayaq sizlə. Ümidvaram bu mövzu sizə maraqlı oldu. Orada yazmayaq ki, Rəna xanım, bizə bu lazım deyil, Boğaya baxaq, xahiş edirik. Baxaq. Demək, gəlin görək, Boğa bürcü bizi nə gözləyir may ayında. Görək, bugün sizə tanrılar nəyi söyləyəcək. Çünki tarot tanrıların biridir, tanrıların simvoludur. Və tanrılar bizimlə nələrlə danışırlar? Gizli simvollarla, kodlarla danışırlar. Görək, indi bugün may ayı üçün Boğa bürcü olan doğuluşda insanlara nə simvollar kodlanır? Wow. İlk öncə olaraq biraz Boğanın bu ayın başlanğıcında əlin qolu bağlanmış vəziyyətdəmi və 9-cu qılınçlarımıza əsasən də ailə daxili münaqişələr, ailə daxili
belə deyək, bağlantılar, qırıntılar, harda ki, mən özümü ailənin daxilində xoşbəxt hiss eləyə bilmirəm. Sanki hamı hər kəsin arxasından nələrsə eləyir, xoş, mehriban. Bu şəkildə olacaq, səmimi ünsiyyətimiz yoxdur yəni. Çünki ailənin içərisində sizin tamamilə donmuş, sanki əliniz, gözünüz, qolunuz bağlanmış vəziyyətdə sezlərəm. Və xüsusən də arxadan geyilmiş bıçaqlar var. Yəni xəyanətlər mi var və yaxud da ki, artıq hansısa bir prosesi bitirirsinizmi, belə deyək. Və bu proses bitdikdə istər-istəməz artıq yeni doğuluş və yeni yaşayış, yəni nə mənada? Ola bilsin ki, kimlərsə yeni evə keçid eləyə bilərlər, yeni ev kirəsi tuta bilərsinizmi, yeni ev ala bilərsinizmi, yeni ev almaqla bağlı artıq danışıqlarmı, bunun ətrafında yəni artıq bayağı bir dəyişimlər görəcəksiniz. Və bu istər-istəməz sizin ailə həyatınızda daxildə, yəni kimlər kimdə evlidirsə, onların ailə daxilində proseslərin dəyişimi gedəcək. Kimlər evli deyilsə, onlar ola bilsin ki, ailə ilə bağlı bayağı bir işlərində şəfa yaşayacaqlar, dəyişim, dönüşüm və ailə həyat anlayışına qədər qura bilərsiniz. Yəni, ailəli olmayanlarda isə istərsiniz müəyyən iş bağlantılarını göstərə bilər ki, biz ailəyə qarşı biraz bağlıyıqmı, bəyənmirikmi, belə konservativ, federativ fikirlər. Və növbəti, əzizlərim, buğalarım, biz değnek kralını görəcəyik ki, sizin həyatınızda çox baş bir figur bəy adında bir nəfər yaranacaq, bəli. Və şeytanı da görürük ki, şeytana əsasən bu işlər sizi bayağı bir irəli aparacaq. Eynən. Niyə, əzizlərim? Çünki değnek kralı da çox güclü, magik düşüncəyə, struktura, strateji, necə deyərlər, danışıqlara, əgər oradan ona bir xeyir gəlirsə, orada gedib iştirak edirəm. Yəni bir biznesmen, amma quru təfəkküründə olan biznesmen. Yəni maddi, mənəvi, ruhani, çünki değnek görürük və değnek kralı istər-istəməz maddəni bildirir, təbiəti bildirir. Və o deməkdir ki, bu insan da uğurlu birisidir və bu insan da, belə deyək, baxmayaraq ki, şeytanı deyir, bəlkə qüvvələrin əlbəq, niyə? Çünki bizim şeytan arkamızda və değnek kralında göstərir ki, bu proses, belə deyək, bu insanın həyatınızda var olmağı, gəlməyi, sizə kömək etməyi mi? Bəlkə də ilk başdan nəsə sizə, belə deyək də, o qədər yaxın gəlməyə bilərmi və yaxud da ki, nə? Amma ki, dünya bizə söyləyəcəkdir ki, bu münasibətlərdə, bu ilişkilərdə, belə deyək, siz hansısa bir aşamanı, hansısa bir aşamı keçmiş olacaqsınız, bəli. Bundan sonra sizin gələcəklə bağlı bayağı bir planlarınızda dəyişikliklər olacaqdır. İşbirlikləri, danışıqları və həmçinin də istər-istəməz bu danışıqlarda bəli, çox böyük bir nostalji hisslərə qapılmaq, yola çıxmaq, arasa getmək, eynən nəyisə buraxıb tərk etmək, bəli, oyanış yaşamaq və son olaraq okay. Və sizin belə deyək də kartların əsasında baxarkən oyanış, yəni yaşadıqda harda ki, özünüzün sərhədlərinizi genişləndirəcəksiniz, müəyyən planlar, artıq dəqiq biləcəksiniz ki, siz nə etmək istəyirsiniz, haramı getmək istəyirsiniz, kimlərlə işləmək istəyirsiniz, işbirliyi qurmaq istəyirsiniz. Və yol anlayışında həqiqətən bu fiziki bir yol ola bilər ki, harasa getmək istəyə bilərsiniz də, nələrisə qoyub tərk etmək istəyirsiniz, bunlar sürətlənəcəkdir. Və həqiqətən birincisi nəslinizdən böyük bir dəstək olacaq, ətrafınızda yaxın insanlardan, qohum ailə əqrəbalardan böyük bir dəstək kömək olacaq və siz bu qapalıqdan çıxacaqsınız. Yəni çünki Fortuna kartına əsasən də həyatınıza bundan sonra bir yüngüllük, azadlıq, rahatlıq, səmimiyyət gələcək və bunun mənası nədir əzizlərim? İlk ümumi olaraq may ayı boğa bürcü olanlar üçün baxdıqda bu bürcü birincisi bu ayda böyük bir dəyişimlər gözləyəcək, böyük bir transformasiya gözləyəcək. Və ailəsində və yaxud daxilində ailə ilə bağlı mı, ailə politikasında mı bağlı belə deyək, iç narahatlıqları, sıxıntıları əgər yaşayırdısa, buna artıq belə deyək, şeytanın da baxışından və dünyanın da baxışından son qoyulacaq. Yəni, içinizdə çox böyük bir yenilənmə, içinizdə böyük bir transformasiya başlayacaq ki, sanki siz özünüzün bir qara tərəfinizi də qəbul edəcəksiniz. Qara tərəfimə fikrimdə yanaşırdım ki, şeytanın qüvvələrimi, yəni çünki diavol kartı gələndə, devil gələndə hamımız qorxuruq.
Və bu nəyin göstəricisidir? İnsanın içərisində nə qədər işığın balansda olub olmamağına. Çünki biz nə qədər işığa inanırıqsa, biz qaranlığa da inanmalıyıq və qaranlıq yalnız belə deyək də bizim anladığımız pis, bəd anlamlar deyil. Qaranlıq qədər bizi hər şeyi izah edib müdrikləşdirən başqa bir məna yoxdur. Və ümidvaram ki, bunu mən bu şəkildə söyləyərkən mənə anlayırsınız. Və bu içimizdəki qaraltıları da göstərə bilər bizə ki, harada ki biz bunu özümüzə hələ etiraf edə bilmirik. Və yaxud hələ belə deyək, qaranlığı bu şəkildə dərk edə bilməmişik. Amma ki, may ayında Boğa bürcünün həyatında çox böyük bir dəyişim, dönüşüm özünü dərk etməyində olacaq. Özünün belə deyək, istəklərinə fərqli şəkildə yanaşacaq, özünü qəbullama prosesinə girəcəkdir ki, yəni bu zamana qədər mən nə qədər arxadan müəyyən belə deyək, bıçaqlar yeyirdimsə, özümü bitmiş, son zənn edirdimsə, yəni sonlanma məqamıdır ki, nəsə sonlanır, sonlanacaq. Və sonlanmağın da təbii ki, yenə növbəti kartı artıq belə deyək də, kupa onlusudur ki, ailə, xoş, səmimi, bu havasının yaranmağı. Və bunun üçün də sizin artıq yenə özünüzün müəyyən bir prosesləri həyatınızda dəyişim, dönüşüm etmək üçün, yəni oyanış yaşamağınız üçün 20-ci arkan əsasən. Aradakı 20-ci arkandan sonra iç, belə deyək də, dağınıqlığı, qapalığı təmizlənir və insan Fortunaya daxil olur. Və Fortunaya da daxil olmağınızın səbəbi ondan ibarət olacaq ki, artıq həyatınızda hər şey yüngülləşəcək, rahatlaşacaq. Siz istədiyiniz şəkildə prosesləri həyatınızda yürütməyə başlayacaqsınız. Və təbii ki, Fortunanın bizə olacaq ilkin məsləhəti nədən ibarət olacaq? Ona da indi biz sizinlə kartın, belə deyək, altındakı olacaq. Kartımızla baxacağıq. Bizə vacib olacaq budur. Və kupa, belə deyək də, kupa deyirəm, tılsım ası kartımızın altındadır. Və bunun da ən böyük maraqlı məqamı ondan ibarətdir ki, əzizlərim. Yəni, bax bu, belə deyək, Fortunanı deyər biz götürsək, sizin möhtəşəm Fortunanızı. Fortuna ilə tılsım asını götürsək, çünki belə deyək də, tılsım ası kalodanın altındadır və kalodanın belə deyək də, üstündə isə bizdə nə oldu? Fortuna. Və təbii ki, əzizlərim, artıq biz yüksək tanrıların məqamının nədən ibarət olduğunu dərk edirik ki, sizə böyük bir şanslar və böyük bir uğurlar veriləcəkdir. Bu şansları və uğurları çox xahiş edirik ki, bu vəziyyətə gətirmirik. Yəni, imtina etmirik, özümüzü qapatmırıq, bağlamırıq, sadəcə irəliyə gedirik. May ayında sizi bax bu kupaya gedirim, yenə tılsıması və Fortuna. İki möhtəşəm, böyük, necə deyərlər, tanrı qapıları gözləyir ki, bununla bağlı dəyişim, dönüşüm yaşayacağıq. Bununla bağlı bayağı bir həyatımızda irəliləyişlər görəcəyizlər. Ümidvaram ki, may ayı üçün Boğa bürcü olan insanları artıq nə gözləyirsə anladıq, eşitdik. Və istəyirəm ki, videomuzu müəyyən işığını kullan kehanət kartları Arakl ilə sonlandıraq və görək ki, Arakldan ümumiyyətlə sizə hansı məlumatlar olacaq. Və əzizlərim, ilk öncə olaraq başa düşməyimiz lazımdır ki, Arakl çox yüksək işıq potensialına sahib kanaldır və kartlardır. Arakllarla işləyərkən çalışın, saf, səmimi şəkildə sual verəsiniz və onlar sizə cavab verəcəklər. Və sualımız olacaqdır ki, Boğa bürcü olan insanları may ayında xüsusən özləri ilə bağlı nəyə fikir verməkləri lazımdır? Və bir Arakl. Boğa bürcü olanların may ayında xüsusən nəyə diqqət verməlidirlər? Özlərində nələri görməlidirlər? Vacib olan məqam nədir? Okey, yaşamla dans. Qəşəng. Sizin may ayında gözləyən yaşamla dans kartı əzizlərim. Enerjinizi değiştirmek için bir şey yapın. Efsane. Ben isterdim ki bu kartın ilk önce olarak enerjisini feeling duyaq, hiss eləyək. Və görürsünüz buradaki qapılar, qapıların arkasındaki ay, iki dənə rəqs eləyən biz görürük ki, xanımlar və əkiz oğullarına deyək, twin flame deyək, iki qadın da əkizlər. Və rənglərin palitrasını hiss eləyin, xüsusi, belə deyək, çəhrayı, şampan, şampeyn, necə deyərlər, fərqli,
səhra mı, sakral enerjinin derlər formalaşması mı? Harda ki 2 dənə xanım sadəcə rəqs eləyir və onların qarşısında çox böyük bir qapılar açılır. Yəni yaşamla dans anlayışı nə deməkdir? Biz sizinlə rəqs eləyərkən özümüzü istirahət eləmiş hiss eləyirik, rahatlamış hiss eləyirik. Və ona görə də siz özünüzdə may ayında boğa bürcü olanlar nəyə xüsusi fikir verməlisiniz? Rahatlığınıza, həyatla nə qədər rahat şəkildə rəqs eləyə bilirsiniz, istirahət eləyə bilirsiniz. Yəni feminin enerjilərdə, təbiət enerjilərində, sülh, necə deyərlər, şəhrai rənglərdə, enerjilərdə may ayında olan dəyişimlərinizə hazır olmağınız lazımdır. Ümidvaram, əzizlərim, bu video sizə müəyyən mövzularda kömək oldu, suallarınıza cavab verdi. Boğa bürcü olanların hər birini may ayında istəyirəm ki, rəylər bölməsində sonra burada qeyd eləyəsiniz. Nələr yaşandı həqiqətən və yaxud bu videonu dinləyərkən nələr yaşadınız, nə aydınlanmalarınız mı oldu, nə qədər üst-üstə mi oldu, oxşar belə deyək, situasiyalar. Rəylər bölməsində aktiv olmağınızı istəyəcəm, kanala abunə olmağınızı istəyəcəm. Və bu kanalda artıq belə deyək, bundan sonra həqiqətən astrologiya, numerologiya, tarot, psixologiya və şamanizmlə bağlı çox böyük bir dəyişimli olacaq, hükümlü videolar gələcək əzlərim. Və həmçinin də mən sizi ilk öncə olaraq Tarot belə deyək, Akademiyasına dəvət etmək istəyirəm. Mənim yeni başladığım olacaq layihədir ki, harda ki siz burada mənimlə birlikdə 3 ay tarot təlimi almış olacaqsınız. Və bu təlimin əsasında sizin belə deyək də həyatınızda ilk öncə olaraq müəyyən sürətli şəkildə cavablar almaq üçün, müəyyən özünüzü dərk etməkdə, məhz tarotla, arkanların dilinlə, simvolların, tanrıların, qapılarının dilinlə söhbət edərək heç kəsə müraciət etməyinizə ehtiyac olmayacaq və tarot instrumenti sizə sadəcə olaraq özünüzlə işləməyi, özünüzü şəfalandırmağı, özünüzü daha yaxşı dərk etməyi kömək olacaq. Çünki mənim verdiyim təlim daha çox belə deyəcəklərim. Mənim coaching və yaxud da psixologiya, spiritual elmlər əsasında yığdığım xüsusi texnikadan yaranacaq bir sistemdir. Yəni burada siz bunu çox sadə, asan, necə deyərlər, easy vəziyyətdə 3 ay müddətində həqiqətən də yığılmış, paketlənmiş, necə deyərlər, upakovkalanmış tarolog mütəxəssis olacaqsınız. Çünki təlimin içərisində belə deyək, siz bu təlimi bitirdikdən sonra çox vaxt xanımlar mənim kurslarımda söyləyirlər, şikayət edirlər ki, Rəna xanım, biz bunu bitirmişik, amma bunun özündə məşğul ola bilmirikmi, özümüzü tanıda bilmirikmi mütəxəssis olaraq. Və xahiş edəcəm ki, biləsiniz, siz bu kursu bitirəndən sonra sizə tarolog adında 110 ölkədə keçərli beynəlxalq sertifikat veriləcək təzlərim, bəli. Və həmçinin də numeroloq sertifikatı, yəni bir kursun içərisində siz artıq 2 dənə sertifikat almış olacaqsınız və 2 fərqli belə deyək sahə, amma hər zamanda oxşar və bir paralel olan sahə astrologiya və numerologiyanı öyrənmiş olacaqsınız. Və təbii ki, bir numeroloq kimi mütəxəssis kimi fəaliyyət göstərəcəksiniz və həmçinin də tarolog kimi mütəxəssis kimi fəaliyyət göstərə biləcəksiniz. Necə deyərlər, legal zəminlər əsasında. Və həmçində dediyim kimi kursu bitirdikdən sonra istər-istəməz müasir dövrümüzdə, gündəmimizdə biz daha çox insanlar sosial şəbəkələrdə aktivdirlər və bu paketin içərisində, təhsil paketin içərisində sizə marketinqlə bağlı olacaq xüsusi bilgilər veriləcək, vergili bilgilər ki, harada ki biznes marketinqi, amma spiritual şəkildə qurmağa başaracaqsınız ki, özünüz öz sənətinizi etiraf edə biləsiniz insanlara, anlada biləsiniz ki, siz kimsiniz və bu sənəti sevərək, işləyərək, rahatlıqla pul qazanaraq, dünyanın istədiyi yerində səyahət edərək, heç kəsə ağız açmadan, heç kəsdən kömək istəyir, möhtac olmadan, öz işinizi, missiyanızı sevərək və bundan da həmçinin də pul qazanmağı başaracaqsınız. Və buna mən sizə əminlik verirəm, zəminlik verirəm. May ayının 8-də 3 aylıq olacaq kursumuz olacaq əzizlərim. Burada qiymət palitralarını çox münasib şəkildədir ki, aylıq 200 AZN sadə paket anlayışında və aylıq 500 AZN VIP paket anlayışında olacaqdır ki, bunların içərisində ilk öncə olaraq siz hər biriniz təbii ki, tarolog olacaqsınız, numeroloq, sertifikatlı birlikdə, sadəcə olaraq mənimlə individual, təlimlə paralel birlikdə fərdi seanslar anlayışda olacaqdır ki, mən artıq sizə həqiqətən bu 3 ay müddətində həm şəxsi həyat, münasibət, karyera mövzusunda analiz etmək, terapiya etmək, şəfalandırmaq və təbii ki, artıq təhsil müddətində də
Hər kəsə açmadığım tarologun sirlərini, numerologun, astrologun sirlərini verəcəm ki, bu sırf məhz mənimlə bir paketi seçənlərdə olacaq. Bizim sizinlə ayrıca WhatsApp qrupumuz olacaqdır. Həmçinin də ayrıca olacaq ümumi dərslərdən əlavə Zoom görüşlərimiz olacaq. Mən sizin necə deyərlər, şəxsi mentor və kuratorunuz olacağım tarotla bağlı. Bu şəkildə əzizlərim, istədim ki, sizə bu şəkildə geniş məlumat verim. Videomuz bayağı bir 20 dəqiqəlik oldu. Ümidvaram videonun sonuna qədər izləyib rahatlıqla çatan insanlar olacaqdır. Növbəti videolarımızda görüşənədək öpürəm sizi. Sevgilə qalın. Sağ olun.